Salam əziz və dəyərli tələbələrimiz, hər vaxtınız xeyir olsun. Biz bu gün nəhayət ki, Windows 11 əməliyyat sisteminin 3-cü hissəsini keçirək Windows dərsimizi yekunlaşdıracağıq. Çox danışmadan keçirik dərsimizin izahına. Biz bu gün Windows əməliyyat sistemində pəncərə növləri və onlarla iş və File Explorer qovluq pəncərəsindən danışacağıq. Demək, Windows əməliyyat sistemində pəncərələr 4 yerə bölünür. Yəni Windows əməliyyat sistemində 4 dənə pəncərə növü var. Qovluq pəncərəsi, sistem və ya tətbiqi proqram pəncərəsi, dialoq pəncərəsi, bir də sorğu pəncərəsi deyilən bir şeylər var ki, onları göstərəcəm. Amma bunları danışmamışdan qabaq, ilk öncə mən Windows 11 əməliyyat sistemində Settings pəncərəsindən danışmaq istəyirəm. Yəni parametrlər pəncərəsindən danışmaq istəyirəm. Demək, biz bunu əvvəlki dərslərimizdə də demişdik. Settings pəncərəsi Win plus i düyməsindən asılıdır. Demək, yenə də açırıq Word proqramımızı, bura nələrsə yazmağa çalışacağıq. Demək, yazırıq ki, Win üstə gəlinsin i düyməsi Settings pəncərəsini açmaq üçün istifadə olunur. Settings pəncərəsini açır. Demək, buradan klaviaturamızı aktivləşdiririk. Win plus i düyməsini vururuq. Win i düyməsi gördüyünüz kimi Windows əməliyyat sisteminin Settings pəncərəsini beləcə aktivləşdirir. Demək, buradan bir çox işlər görmək olar. Çox da xırdaçılığa getməyəcəyik. Maksimum bizə lazım olan bölmələrdən qısa belə məlumatlar verməyə çalışacağam. Demək, burada Home bölməsi var, System bölməsi var, Bluetooth bölməsi var, Network, Internet, Personalize, Apps, Account, Time, Language bölməsi, Gaming bölməsi, Accessibility bölməsi var. Privacy Security bölməsi var, Windows Update bölməsi var ki, sanki bu bölmələr elə kontrol paneldə biz demişdik ki, kontrol panel indi ləğv olunubdur, sanki onun yerini Settings pəncərəsi tutur. Demək, üzr istəyirəm, Home bölməsindən nə etmək olar? Sistemin ümumi parametrlər haqqında məlumatları Home bölməsindən almaq olar. Sistemin ümumi parametrlər haqqında məlumatları Home bölməsindən təyin etmək olar. Buradan bir çox işlər görmək olar. İşə başlama parametrləri, nə bilim, ağır tətbiqlərin idarə edilməsi, şəbəkə, internet əlaqələri, bu kimi işləri görmək olar. Sonra sistem bölməsindən nə etmək olar? Sistem bölməsindən deyə bilərik ki, əsasən ekran ayarları, səs, bildirişlər, cihaz haqqında məlumatlar əldə edə bilərik. Bir sözlə, kompüterimizin sistem funksiyalarını bu bölmədən idarə edə bilərik. Sistem bölməsindən idarə etmək olar. Burada da görürsünüz də bir neçə yerə bölünür bunlar. Sonra Bluetooth bölməsindən Bluetooth vasitəsindən mouse'un, digər cihazları, nauşniki, klaviaturanı qoşmaq üçün istifadə olunan bölməmiz bu bölmədir. Buradan əlavə edə bilərsiniz nələrsə istəsəz. Network, internet bölməsindən Wi-Fi, internetlə bağlı, şəbəkəyə qoşulmaqla bağlı ayarları network və internet bölməsindən həll edə bilərik. Yəni, bütün şəbəkə bağlantılarını buradan tənzimləmək olar. VPN kimi şəbəkə bağlantıları, simsiz şəbəkə vasitələrini buradan tənzimləmək olar. Personalization bölməsindən nə edə bilərik? Ekranla bağlı hər şeyi buradan tənzimləyə bilərik. Biz bunu zaten iş masasının kontekst menüsünü danışmışdıq ki, bu hissədən, hətta bunların içərisindən də nələrsə danışmışdıq. Ki, ekranla bağlı 99% əməliyyatlarımız Personalize bölməsindən həyata keçirilir. Bunun içərisində background, caller və s. və ilə axır. Apps bölməsində nələr var? Demək, Windows əməliyyat sistemində kompüterə quraşdırılmış bütün tətbiqlərə bu bölmədən baxmaq olar. Apps bölməsindən baxmaq, onları idarə etmək, açmaq, silmək bu bölmədən mümkündür. Və siz tələbəmizə sual versələr ki, Windows əməliyyat sistemində standart proqramlar harda saxlanılır? Deyəcəm, Settings pəncərəsinin Apps bölməsində saxlanılır. Standart proqramlar, məsəl üçün, tutalım ki, bizim standart proqramlarımız, yəni özündən bir yerə yüklənən, məsəl üçün, Paint proqramı, Notepad proqramı, nə bilim, burada məsəl üçün, gəlin adlarını çəkək də bunlardan. Tutalım, kalkulyator deyə bilərik, kamera deyə bilərik, clock deyə bilərik. Sonra ən məşhurlarından buradan nələr deyə bilərik? Biz dəqiqə Media Player deyə bilərik, standart proqramlarımızdan. Notepad deyə bilərik, Paint deyə bilərik. Bayaq Paint-in də adını çəkdik. Ən məşhur bizə Snipping Tool deyə bilərik. Buna Screen Snipping deyirlər. Snipping Tool kəsmək üçündür. Seçdiyimiz hissəni, hər hansısa bir hissəni, üzr istəyirəm, burada daha doğrusu Snipping Tool.
yenə də snipping tool da elə burada da. Burada screen snipping əmri də var. Əslində ikisi demək olar ki, eyni şeydir. Hər hansı seçdiyimiz hissəni kəsmək üçündür snipping tool. Niyə görə bunun üstündə beləcə dayandım? Çünki 2024-cü ilin model sualında bunun haqqında bir sual var ki, ekranın zəruri fraqmentlərini kəsmək üçün istifadə olunan standart proqramımız hansıdır? Cavabımız snipping tooldur. Snipping tool. Demək bura məsəl üçün sınıfı yazmaqla snipping tool aktivləşdirmək olar. Biz bilməliyik ki, snipping tool standart proqramdır. Kombinasiyası Win, Shift, S düyməsidir. Məsəl üçün tam ki mən istəyirəm ki, ancaq beləcənə buranı nə edeyim? Buranı beləcənə, bax məsəl üçün beləcənə kəsim. Saxlayım. Snipping tool hər hansısa bir hissəni qeyd edib saxlamaq üçün istifadə olunur. Və buradan da biz bunu yaddaşa verə bilərik. Snipping tool vasitəsilə yaddaşa verdiyimiz faylı PNG, JPG və GIF formasında yadda saxlaya bilərik. Həm də demək bu hansı qrafikada istifadə olunur? Demək bu raster qrafikasında istifadə olunur. Bunun haqqında nələrsə demiş olduq, bir-iki cümlə. Əslində Windows 10 əməliyyat sistemini daha geniş deyirdik. Amma burada sadəcə bir-iki dənə bu cümlələri bilsəz bəsdir ki, Snipping tool standart proqramdır. Verilənləri JPG, GIF, PNG formatında yada saxlayır. Raster qrafikasına aiddir. Kombinasiyası da Win, Shift, S düyməsidir. Mən onu Word-da yazmadım. Siz amma dəftərinizin bir küncünə yazsaz daha faydalıdır ki, Snipping tool yazılsın, aşağıdan yazılsın ki, raster qrafikasına aiddir. Verilənləri PNG, JPG, GIF formasında yadında saxlayır. Seçilmiş zəruri hər hansı hissəni screen eləmək üçündür və standart proqramlara aiddir. Win, Shift, S düyməsidir. Standart proqramlarımız yəni ki, Apps bölməsində idi. Sonra Account bölməsindən adından məlum zaten bunların hamısını. Buradan heç nə, əməliyyat sisteminə daxil olmaq, nə bilim, şəxsi özümüzə aid olan parametrləri buradan tənzimləyə bilərik. Bu hissədən, yəni Account bölməsindən, daha doğrusu, yəni ki, buradan tənzimləyə bilərik. Time Language bölməsindən nə edə bilərik? Məlum məsələdir, tarix, saat, dil, region ayarlarını bu hissədən tənzimləyə bilərik. Gaming bölməsindən nə edə bilərik? Heç nə. İqra oynamaq, yəni oyun oynamaqla bağlı müxtəlif parametrləri buradan tənzimləmək olar. Bəzi oyunları aktivləşdirmək, nə bilim, sistemə oyunların uyğunlaşdırılması, quraşdırılmasını tənzimləmək olar. Accessibility bölməsindən bu məhdud imkanlı şəxslər üçün nəzərdə tutulmuş bir bölmədir ki, biz bunu kontrol panelinin içərisindən danışmışdıq ki, burada ekran böyüdücüsü, səsli bələdçi, bu kimi funksiyalarımız mövcuddur. Ondan sonra bu security bölməsindən nə etmək olar? Məxfilik və təhlükəsizliklə bağlı bir çox əməliyyat, demək olar ki, bütün əməliyyatları buradan təyin etmək olar. Sadəcə bunu deyəcəyik, daha bunun içərisindən hərəsinin alt menüsünə qədər danışmış olsaq, bizim elə gərək Windows-u bir 20 günə bir aya gedəcək. Bizə magistr səviyyəsinə lazımdır. Windows Up-to-Date bölməsindən də adından məlumdur. Nə etmək olar? Proqram təminatını yeniləmək olar. Proqram təminatını yeniləmək üçün istifadə olunan bir funksiyadır. Həm əməliyyat sisteminin özünün müxtəlif tətbiqləri, əməliyyat sisteminin ən son versiyalarını yükləməyə imkan verən bir bölmə deyə bilərik. Bu Windows Settings pəncərəsi idi ki, Win-E düyməsindən asılıdır. Ümid edirəm ki, burada elə bir başqa bizə nəsə lazım olmayacaqdır. Demək, Windows əməliyyat sistemində biz bayaq nə dedik? Pəncərə növləri var. Biz dedik qovluq pəncərəsi. Məsəl üçün tam ki qovluq pəncərəsi. Buradan bir qovluğu götürürük. Bilirsiniz ki, istifadəçi qovluqları sarı rənglə göstərilir. Açırıq, buna heç nə deyirlər qovluq pəncərəsi. My Files adlı bir dənə qovluğumuzdur. Sonra ondan sonra var sistem və ya tətbiqi proqram pəncərəsi. Hər hansı məsələn bir dənə proqramın pəncərəsi. Tam ki Word proqramını beləcə açdıq. Word proqramının pəncərəsi. Buna proqram pəncərəsi deyirlər. Sonra var dialoq pəncərəsi. Dialoq pəncərəsi bilirsiniz nə idi? Məsəl üçün tam ki biz bunu siləndə bizə belə sual verirdi. Sən bunu silmək istəyirsən? Məsəl üçün bizə görsən dialoq qurur. İstəyirsən bunu silmək. Buna deyirlər dialoq pəncərəsi. Qəti formada unutmaq olmaz. Bunu bir çox yerlərdə görə bilərik. Buna deyirlər dialoq pəncərəsi. Ondan sonra var sorğu pəncərəsi. Sorğu pəncərəsinə necə deyim, məlumat pəncərəsi də deyirlər. Tam ki F1-dir ki, siz hardware-də keçmişdik. F1 düyməsi vasitəsilə aktivləşdirilir. Sual pəncərəsi, sorğu pəncərəsi. Buna necə deyim? Sorğu pəncərəsi və yaxud da məlumat pəncərəsi deyirlər. Kombinasiyası da F1 düyməsi, F1 düyməsindən aktivləşdirmək olar. Bu kompüterimizin F1 düyməsi çox təəssüflər olsun ki, qoy belə yoxlayaq bir dənə. Öz kompüterim deyil. Tamam. Olsun, amma hər halda bilin ki, F1 sorğu pəncərəsini, məlumat pəncərəsini bu hissədən aktivləşdirmək üçün meydana çıxır. Ki, sənə sual verir ki, nə istəyirsən, nə kömək eləyək.
Bura deməyək, bu hissədən aktivləşir. Windows əməliyyat sistemində pəncərə növləri 4 dənədir. Bunu qəti formada unutmaq olmaz. Ümumiyyətlə pəncərələrlə bağlı bir çox əməliyyatlarımız mövcuddur ki, Windows əməliyyat sistemindəki pəncərəni tam ekran boyunca açmaq olar. Pəncərəni tam ekran boyunca açmaq üçün burada maximize əmrimiz var ki, biz bununla tanışıq. Bu əmrdən istifadə olunur. Tam ekran boyunca açılır və ya restore down düyməsi pəncərəni əvvəlki vəziyyətinə qaytarmaq üçün istifadə olunur. Bundan əlavə burada həmçinin minimize düyməsi pəncərəni minimallaşdırıb taskbara yığırdı. Biz bunları keçmişik Word, Excel, PowerPoint dərsində. Close düyməsi də pəncərəni bağlamaq üçün istifadə olunurdu. Kombinasiyası Alt F4 düyməsi idi. Pəncərəni bağlamaq. Ümumilikdə bura pəncərəni idarə etmə düymələri deyirdilər. Ondan sonra tam ekran boyunca dedik ki, açmaq olar və yaxud da klaviaturadan F11 düyməsi vasitəsilə də tam ekran boyunca beləcə pəncərəmizi nə edə bilərsiniz? Aça bilərsiniz. Kombinasiyası F11 düyməsidir. Sonra pəncərələri bax bu Mica interfeysi və ya Aerosnap da deyə bilərik demişdik. Bu interfeys vasitəsindən 2 dənə pəncərəni böl-bölə yerləşdirmək olar və ya ekranda beləcə 4 dənə pəncərəmiz məsəl üçün yerləşdirmək olar. Pəncərələrlə bağlı bu işləri görmək olar və ya yan-yana yerləşdirmək olar deyə bilərik. Aerosnap funksiyası deyirik. Win-Z düyməsi vasitəsilə aktivləşdirilirdi. Sonra nə etmək olar? Pəncərələri birdən çox monitorda göstərmək olar. Bunu da tənzimləmək istəyirsənsə WinP düyməsini basaraq WinP düyməsindən onları tənzimləyə bilərsən ki, Windows əməliyyat sistemində məsəl üçün işləyirsən, necə deyim, buna çox monitor dəstəyi deyirlər. Yəni pəncərələrlə bağlı bu işləri görmək olar. Başqa da bu. Sonra pəncərəni buradan dedik ki, kiçiltmək olar, tam ekran boyunca açmaq olar, pəncərəni bağlamaq olar, pəncərənin yerini dəyişdirmək olar. Bu kimi işləri görmək olar. Amma sənə sual verib, bir nəsə əndrabadi bir ad desələr, məsəl üçün pəncərəni transportə etmə olarmı? Deyəcəm ki, yox, mən elə şey seçməmişəm. Mən yer dəyişmək seçmişəm, belə Azərbaycan dilində bağlamaq seçmişəm. Nə bilim, böyütmək seçmişəm, balacalaşdırmaq seçmişəm, belə bir şeylər seçmişəm. Pəncərəni bağlamaq Alt F4 düyməsidir. Bunu da beləcə bilmiş olduq. Windows əməliyyat sistemi ümumiyyətlə istifadəçiyə hansı tip interfeys təqdim edir desə, deyəcək Windows əməliyyat sistemi istifadəçiyə qrafik interfeys təqdim edir. Buna pəncərə interfeysi də deyirlər. Onu buradan yazırıq ki, əməliyyat sistemi təbii ki Windows-dan söhbət gedir. Biz Windows keçirik axı. Əməliyyat sistemi istifadəçiyə qrafik çəkib yazırıq pəncərə interfeysi. Pəncərə interfeysi təqdim edir. İnterfeysi təqdim edir. Pəncərə interfeysi və ya buna qrafik interfeysi deyirlər. Windows əməliyyat sistemi istifadəçiyə qrafik və ya pəncərə interfeysi təqdim etmək üçün görürsünüz də belə 4 dənə pəncərədən ibarət əsasən. 4 dənə pəncərə növümüz var, onu da bura yazmış oluruq. Pəncərə növləri hansılardır? Yazırıq pəncərə növləri. Bezmədən yazırıq. Demək dedik ki, qovluq pəncərəsi deyilən bir pəncərə növümüz var. Ondan sonra proqram pəncərəsi var, proqram. Buna sistem pəncərəsi də deyirlər, mötərizədə yazırıq, sistem pəncərəsi. Ondan sonra dialoq pəncərəsi var, dialoq pəncərəsi var. Bir də sorğu pəncərəsi var. Demək bu pəncərələrdən yeganə pəncərəmiz dialoq pəncərəsidir ki, onun ölçülərini dəyişmək olmur. Ölçülərini dəyişmək olmur. Dialoq pəncərəsi açıq olanda başqa pəncərələrlə iş görmək ümumiyyətlə olmur. Yəni məsəl üçün tutalım ki, mən gəlirəm buradan, belə bir qovluq pəncərəsi açıram. My Files qovluğun pəncərəsini açdıq. Bu pəncərəmizi mən ölçülərini belə balacalaşdıraram və yaxud da beləcə böyüdərəm, görürsən? Amma buradan biz dialoq pəncərəsi açırıq. Delete düyməsindən vuram, o dialoq pəncərəsini görsən, elə bir iş görmək olmur. Heç bunun üzərinə gətirəndə onu balacalaşdırmaq, böyütmək üçün belə bir düymələr meydana çıxmır. Dialoq pəncərəsi açıq olanda digər pəncərələrlə iş görmək olmur deyəcəyik. Belə bir cümlə işlədəcəyik. Demək, bu pəncərə növlərindən bura yazmış olduq. Siz də dəftərlərinizə yazırsınız ki, pəncərə növləri budur. Biz danışacağıq File Explorer pəncərəsindən. Bax, görürsünüz burada File Explorer yazılıb və ya buna Windows Explorer proqram pəncərəsi də deyirlər. Demək, buna File Explorer pəncərəsi və ya Windows Explorer pəncərəsi demək olar. Buradan bir yerdən siz də yazırsınız ki, File Explorer və ya buna deyirlər ki, Windows Explorer. File Explorer və ya Windows Explorer pəncərəsi. Demək, File Explorer bir dənə
obyektlərlə, yəni fayllarla, qovluqlarla işi rahatlaşdırmaq üçün istifadə olunan bir standart proqramdır deyə bilərik. File Explorer. File Explorer nə üçün istifadə olunur desə, deyəcəm File Explorer fayl və qovluqların disklərdə saxlanma strukturu funksiyasını həyata keçirilir. Saxlanma strukturu funksiyasını həyata keçirir. Biraz çaşa bilərəm yazı verəndə. File Explorer və Windows Explorer fayl və qovluqların disklərdə saxlanma strukturu funksiyasını həyata keçirir. Bu da 2016-cı ilin səhv eləmirəmsə qəbul sualı olubdur. Buna File Explorer və Windows Explorer-də. Deyirlər bunu qəti formada unutmaq olmaz. Bunu mütləq ki bir yerə qeyd eləmək lazımdır. Açırıq File Explorer pəncərəsini beləcənə atmış olduq. Buna deyirlər File Explorer pəncərəsi və Windows Explorer pəncərəsi. Demək, ümumiyyətlə biz biraz pəncərə anlayışından tanış olmuşduq. Biz pəncərə anlayışının nə olduğunu bilirdik. Bu yuxarı hissə nə adlanırdı? Title bar adlanırdı. Biz buna deyirdik ki, başlıq sətri, title bar. Bu ən aşağı hissə bu 62 items yazılır. Bu hissədən düz beləsinə adlanır status bar. Buna deyirlər vəziyyət sətri, yəni status bar. Bu hissə adlanır, bu sol tərəf hissə adlanır Navigation pane. Bura deyirlər navigasiya paneli. Navigation pane, navigasiya paneli. Ondan sonra və bu başdan da başlasaq, bu hissədə məsəl üçün tam ki biz gəlin bir dənə qovluq seçmiş olaq. Buradan bir dəqiqə qovluğa daxil olmuş olaq. Bu hissədə qovluğun adı göstərilir. Görürsüz biz dissertasiya qovluğuna daxil olduq buradan. Özümüz bir istifadəçi qovluğuna daxil olduğunca rahat başa düşə bilək. Qovluğun adı göstərilir bu hissədən. Sonra bu hissədən yeni qovluq aça bilərik. Yeni necə deyim də, yeni File Explorer belə bir şey. Yəni yeni bir File Explorer pəncərəsi aça bilərik. Yeni bir qovluq pəncərəsi aça bilərik. Sanki bunun kimi bir şey aça bilərik. Amma ümumilikdə yeni qovluq, istifadəçi qovluğu yaratmaq istəyiriksə də, o Ctrl+Shift+N düyməsi vasitəsilə həyata keçirilir. Sanki buna yeni bir pəncərə aça bilərik deyə bilərik. Amma biz bilirik axı qovluq pəncərəsidir. Ondan sonra bu hissə adlanır pəncərəni idarə etmə düymələri. Bu adlanır minimize düyməsi. Minimize düyməsi pəncərəni minimallaşdırır, taskbara yığır. Daha biz bunu yenə deyirəm, keçmişik deyə çox üstündə qalmayacağıq. Minimize pəncərəni minimallaşdırır, taskbara yığır. Pəncərə bağlanırmı? Xeyr, bağlanmır. Görürsən aşağısında beləcə işıq yanır. Bu düymə adlanır maximize və yaxud da restore down düyməsi. Biz demişdik ki, əgər bu təkcə kvadrat formasındadırsa, buna maximize düyməsi deyirlər. Əgər yox, üst-üstə belə kvadrat formasındadırsa, ona restore down düyməsi deyirlər. Bunları deyirəm ki, təkrar yadımıza düşsün. Bu da adlanır close düyməsi. Bu da pəncərəni bağlamaq üçün istifadə olunur. Bura ümumilikdə adlanır pəncərəni idarə etmə düymələri. Ondan sonra bu hissə adlanır search bölməsidir. Search bölməsi nə üçün istifadə olunur? Heç deyəcəm, nəyisə axtarıb tapmaq üçün istifadə olunur. Məlum məsələdir buradan. Sonra bu hissədə belə bir ox işarələrindən görürük. Bu əvvəlki qovluğa keçmək üçün istifadə olunur bu. Məsələn, tam ki informatika PDF qovluğunun içərisinə new folder qovluğuna girirəm. Bundan bir dənə əvvəlki qovluğa keçirəm. Bu bir dənə növbəti qovluğa keçmək üçün istifadə olunur. Növbəti qovluğa keçir. Bu bir dənə necə deyim, sanki bu da əvvəlki qovluğa keçmək üçün istifadə olunur. Buna üst qovluğa keçmək deyirlər. Üst qovluğa keçmək üçün istifadə olunur. Necə? Yəni bir var ki, mən informatika PDF-lər qovluğuna girdiyim eşinə new folderə girirəm. Bunu da beləcə vurmuş olsam yenə bura qayıdıram. Bura girirəm. Bunu da vurmuş olsam yenə bura qayıdıram. Təsəvvür edin ki, ikisi də elə eyni şeydir. Bir üst səviyyə dala keçmək üçün istifadə olunur. Klaviaturdan backspace düyməsi vasitəsindən də bir üst səviyyə dala keçmək olar. Yəni əvvələ qayıtmaq da belə deyim. Backspace düyməsi vasitəsilə yerinə yetirmək olar. Bu düyməmizdə refresh eləmək üçün istifadə olunur. Yəni pəncərəni yeniləmək üçün istifadə olunan bir dənə bölməmizdir bu. Elə şəklindən də məlumdur. Ondan sonra bura dedik ki, navigasiya paneli adlanır. Bu hissə pəncərəni idarə etmə düymələri adlanır. Axtarış paneli adlanır.
Buranı dedik. Aşağı isə dedik ki, status bar adlanır. Bax bu 17 items falan yazdım. Yadında saxlayırsan ki, desələr ki, qovluqda olan obyektlərin sayı harda əks olunur? Deyəcəm ki, status barda əks olunur. Görsən bura 17 items yazılsa, demək bu qovluğun içərisində 17 dənə obyekt var. İnformatika qəbullara girirəm, bura 14 items yazılıb. Görsən, demək burada 14 dənə nə var? Obyekt var. Demək deyirik ki, qovluqda olan obyekt sayı harda əks olunur? Status barda əks olunur. Qovluqda olan obyekt sayı status barda əks olunur. Bunu da bilmiş olduq. Beləcə aşağı hissədə əks olunmuş olur. Bu pəncərə ilə bağlı demək olar ki, bir çox nələrsə dedik. Sonra burada preview panelindən details paneli yerləşir. Bunlar nə üçün istifadə olunur? Məsəl üçün bu informasiya təhlükəsizliyi adlı PDF-imizi seçmişdik, beləcəni seçdik. Preview pane əmri vasitəsilə bu informasiya təhlükəsizliyinin içərisinə baxmaq olar. Görürsüz, bizim PDF-imizin beləcənə içinə baxırıq. Beləcənə və yaxud da buradan tənzimləmək olar. Demək, bu hissədən details paneli bura gətirib qoymaq olar. Bunun detallı məlumatlarına baxmaq olar. Birazdan bunun haqqında da bir məlumat deyəcəm. Sadəcə desələr ki, details panel və preview paneli harda yerləşir? Ekranın ha tərəfində yerləşir, deyəcəm ekranın sağ tərəfində yerləşir. Onu da buradan yazırıq ki, details və preview paneli ekranın sağ hissəsində yerləşir. Paneli ekranın sağ tərəfində yerləşir. Beləcə yazdıq. Bunu da qəti formada unutmaq olmaz. Bu çünki Windows 7-də falan fərqli idi. Demək bu hissə, bax uzun beləcənə hissə var bura. Beləcənə bax bura. Bura adlanır alətlər paneli. Bura deyirlər alətlər paneli. Bax buranı deyirəm. Bu new-dan yazılan belə bölmə var. Buradan bura qədər beləcən yazılan bölmə. Demək burada new əmrimiz nə iş görür? Bu sanki iş masasının kontekst menüsündə new əmri var idi. Bu o funksiyanı yerinə yetirir. Biz buradan yeni bir qovluq yarada bilərik, Ctrl-Shift-N. Yeni bir shortcut yarada bilərik, yeni bir access faylı yaradarıq, Word faylı yaradarıq, bir sözdən yeni bir obyekt yaradarıq. Qaydımız gedirmi? Bəli. Yeni bir obyekt yaratmaq üçün istifadə olunur new əmri vasitəsindən. Sonra biz bunları bilirik. Cut nə edir? Cut eləyir, kəsir, obyektin boz görsənməsinin səbəblərindən biri də onun nə olması idi? Cut olması idi. Məsələn, informatika və onun anlayışlarını seçirik. Bunu bezən cut eləsək, görsən, rəngi biraz nə olur? Solğunlaşır. Siz də bilirsiniz ki, bundan əvvəlki videolarımızda biz keçmişik ki, cutdan sonra nə qədər paste eləmək olar? Cutdan sonra bir dəfə paste eləmək olar. Ondan sonra burada var copy əmri. Bu nə üçündür? Kopyalamaq üçün istifadə olunur. Copy-dən sonra nə qədər paste eləmək olar? İstənilən qədər paste eləmək olar. Bunu bundan əvvəlki dərslərimizə baxaraq öyrənmək lazımdır. Daha mən burada sürətli formada deyəcəm. Və cut və copy nə əmrlərdir? Cut-la copy mübadilə əmrləridir. Bir şeyi paste eləmək üçün, burada paste əmrimiz də var. Bir şeyi paste eləmək üçün ya onu cut eləmək lazımdır, ya da onu copy eləmək lazımdır. Paste-i yapışdırmaq üçün istifadə olunur. Yapışdırmaq. Sonra burada var rename əmri. Rename bunun adını dəyişdirmək üçün istifadə olunur. Biz ad dəyişməyin yollarını keçmişdik. Demək, ad dəyişməyin yollarından da biri alətlər panelindən rename əmridir. Biz demişdik F2 düyməsindən, sol düyməni fasiləli olaraq klik eləməklə, qovluğun properties bölməsindən, context menudan rename əmri, bir də demək alətlər panelindən rename əmri vasitəsindən bu obyektimizin adını nə edə bilərik? Dəyişdirə bilərik F2 düyməsi vasitəsindən. Şeir bölməsindən nə edə bilərik? Bunu paylaşa bilərik. Necə paylaşmaq istəyirsən, harda paylaşmaq istəyirsən. Məlum məsələdir. Bu zaten faylın kontekst menüsündə də var. Delete əmri vasitəsindən zibil qabına düşərək silə bilərik. Biz bilirik ki, Ctrl-D zibil qabına düşərək silir, Shift-Delete zibil qabına düşmədən silmək üçün istifadə olunur. Sonra burada var sort əmri. Demək, bu sort əmri sanki ekranımızdakı sort by əmri kimi bir şeydir ki, biz demişdik, iş masasındakı obyektləri adına, tipinə, ölçüsünə və son dəyişiklik tarixinə görə nizamlamaq olur. Bir də yadımıza salırıq, burada var idi sort by. Ad, tip, ölçü, son dəyişiklik tarixinə görə nizamlamaq olar. İndi burada da belə bir sort əmrimiz var ki, bu əmr vasitəsindən nə işi görmək olar desə, mən də deyəcəm ki, buradakı bu obyektləri adına, son dəyişiklik tarixinə, tipinə və daha çox nələrinə görə, ölçüsünə görə, yaranma tarixinə görə,
istifadəçisinə görə, kateqoriyasına görə, tağına görə nə etmək olar? Sıralamaq olar, nizamlamaq olar, bir sözlə sortlaşdırmaq olar. Onları da ya ascending əmri vasitəsilə azdan çoxa doğru sıralayarıq. Ascending yazınıza saxlayırsınız ki, azdan çoxa deməkdir. Ascending A hərfindən başlayır, A hərfindən yuxarı gedəndə azdan çoxa doğru olur da, A-dan Z-ə gedəndə. Zaten ascendingdən descending məsələlərini biz access dərsində öyrənmişdik. Ondan sonra da descending əmri də çoxdan aza doğru sıralamaq üçün istifadə olunur. Ascending azdan çoxa, descending də çoxdan aza doğru sıralamaq üçün istifadə olunur. D hərfi o tərəfdə də axı. D-dan bu tərəfə gələndə çoxdan aza doğru gəlmiş oluruq axı. Sonra burada qrupbay əmri var. Qrupbay əmri vasitəsilə nə edə bilərik? Obyektləri qruplaşdıra bilərik. Nəyinə görə? Adına görə, dəyişdirilmə tarixinə görə, yəni son dəyişiklik tarixinə görə, tipinə görə, ölçüsünə görə, yaradılma tarixinə görə, yenə hər hansı istifadəçiyə aiddir. Tutalım ki, bu çox istifadəçi əməliyyat sistemidir də. İstifadəçilərinə görə, kateqoriyalarına görə, tağına görə, başlıqlarına görə nə etmək olar? Sıralamaq olar. Daha doğrusu qruplaşdırmaq olar. Həm burada sort əmri var idi, həm o obyektləri sortlaşdırmaq olar, həm də nə etmək olar? Qruplaşdırmaq olar. Mən məsəl üçün tutalım ki, son dəyişiklik tarixinə görə sortlaşdırsam, bu formada düzələcəkdir. Son dəyişiklik tarix etdiyimiz faylımız elektron hökumət adlı bir dənə fayldır. Amma məsəl üçün tutalım ki, qruplaşdırmaq istəyirəm. Nəyinə görə qruplaşdırmaq istəyirəm? Deyirəm ki, məsəl üçün ölçüsünə görə qruplaşdırmaq istəyirəm. Onda bu formada qruplaşdırılmış olacaqdır. Tutalım ki, 1-dən 128 megabayt arasında olanları bir qruplaşdırır, 16 kilobaytdan 1 megabayt arasında olanları da bir qruplaşdırmaq üçün istifadə olunur. Yəni budur, ümid edirəm ki, başa düşürsüz. Yəni nə bilim, ölçüsü və ya tipinə görə qruplaşdırmaq da olar. Bu kimi işləri görmək olur. Görürsüz, qovluq olanları bir qruplaşdırır, daha doğrusu PDF olanları bir qruplaşdırır, docx olanları bir qruplaşdırmaq üçün istifadə olunur. Yadında saxlayırsan ki, mən məsəl üçün istəyirəm ki, bunu buradan nan eləmək də olar. Mən istəyirəm ki, mən informatika və ona əsas anlayışları PDF-ini, ondan sonra bir dənə də gəlim PowerPoint PDF-ini, bir də algoritm PDF-ini seçim. Biz aralı olan obyektləri kontrolla seçirdik axı. Gəlim məsəl üçün onun üçünü seçim, onu adına görə qruplaşdırım. Sırf adına görə qruplaşdırım, elə bir şey olmur. Yəni File Explorer pəncərəsində seçilmiş obyektləri qruplaşdırmaq olmaz. Sən qruplaşdırarsansa da, oxşu pəncərəndə nə varsa, onları qruplaşdırarsan, onları nə edərsən? Sıralaya bilərsən. Bu kimi işləri görmək olar. Bu da sort əmri vasitəsilə bunları eləmək olar. Daha buradan da fərqli bir şey demədik. Amma sənə deyəcəklər ki, iş masasında o obyektləri nəyinə görə qruplaşdırmaq olar? Bax, bunlara görə qruplaşdırmaq olar. Və yaxud da sən tələbəmizə kəsb buranı versələr ki, bunlar hansı əmrin alt menyusudur? Əzbər bilməlisən ki, bunlar qrupbay əmrinin alt menyusudur. Obyektləri qruplaşdırmaq File Explorer pəncərəsində hansı hissədədir? Deyəcəm ki, alətlər paneli bölməsindədir. Bu bölmədən nə etmək olar? Onları sortlaşdırmaq da olar, qruplaşdırmaq da olar. Üzr istəyirəm, bu bölmədən biraz çox danışdıq. Sonra burada alətlər panelində view bölməsi var ki, view bölməsindən nə etmək olar? Biz demişdik ki, kontrol panelinin 3 dənə görünüş rejimi var idi. Hansılar idi? Kateqori, large, bir də small. Elə yadımıza salırıq. Biz demişdik iş masasının 3 dənə görünüş rejimi var idi. Large, medium, small. İndi File Explorer pəncərəsinin 8 dənə görünüş forması var. 8 dənə görünüş forması var. Extra large icons, medium icons, small icons və icons, list, details, styles, content. 8 dənə görünüş forması var. Bunlardan 4 dənəsi görünüş ölçüsüdür. Bax, adında ölçü söz olanlar. Extra large icons, medium icons, small icons. 4'ü görünüş ölçüsüdür. 4'ü isə görünüş rejimləridir. 8 dənə görünüş forması var. Bunlardan 4 dənəsi görünüş ölçüsüdür, 4'ü isə görünüş rejimləridir. List, details, styles, content. Bunlar məlum məsələdir. Extra large icons olanda bu obyektlərimiz beləcənə çox böyük formada görsənir. Large icons olanda böyük formada görsənir. Medium icons olanda orta ölçüdə görsənirlər. Small icons olanda da beləcənə balaca ölçüdə olmuş olurlar. İndi burada var list, details, styles, content. Gəlin görək. Bunların formalarını əzbər bilmək lazımdır ki, hansında hansı formada olur. Yəni göz yaddaşımızda yadda saxlamaq lazımdır. Demək, birdən biraz çox fayl lazım olsun. Burada 21 dənədir. Qoca ən çox hansındadır? Edən Dovlans bölməsində və ya
Dolans bölməsindən çox olsun. Demək, buradan nə etmək olar? Bax, burada list əmri vasitəsilə, daha doğrusu list görünüş rejiminə keçəndə həmin obyektləri biz bu formada görürük. Bu gördüyünüz bu formada görürük. Bunun görünüşünü yaxşı yadda saxlamaq lazımdır. Bu obyektlərimiz demək necə düzülür? Sütun bə sütun düzülür. Mən tutalım ki, gəlirəm buradan Computer Graphics adlı bir dənə faylımızı seçirəm. Shift düyməsini basıb saxlayıram. Shift yanaşı olanları seçmək üçün istifadə olunur axı. Gəlirəm buradan bunu seçirəm. List görünüş rejimində bu obyektlərimiz nə üzrə seçildi? Sütun üzrə. Görürsən birinci bura kimi seçildi, sonra gəldi buradan bura kimi seçildi. Demək, list görünüş rejimində bura bir yer yazıram ki, list rejimində obyektlər sütun üzrə seçilir. Sütun üzrə seçilir. Bunu yazdıq. Ondan sonra digər burada görünüş rejimimiz hansıdır? Burada var details. Details də necə olur? Demək, listdə ağappaq, list vərəq formasında olur. Görürsən, qabağında heç bir məlumat yoxdur. Beləcə sütun üzrə düzəldilibdir burada. Amma detailsdə qabağında bütün detallı məlumatları olur. Məsəl üçün, son dəyişiklik tarixi, tipi, ölçüsü, görürsən burada var. Qabağında belə detallı məlumatlar var. Adından məlum da details görünüş rejimi deyirlər buna. Qarşısında belə detallı məlumatlarımız var. Demək, details görünüş rejimində qarşısında bütün detallı məlumatlar olur. Demək, yeganə görünüş rejimi details görünüş rejimidir ki, bu zaman obyektlərə filtr tətbiq eləmək olur. Filtr tətbiq eləmək nədir? Filtr tətbiq eləmək bu, məsəl üçün adına görə, son dəyişiklik tarixinə görə, tipinə görə, ölçüsünə görə. Burada belə bir quş işarəsi var. Bunun üzərinə vururuq. Məsəl üçün mən deyirəm ki, ancaq mənə 1-dən 128 MB arasında olanları göstərsin. Beləcənə. Biz buna məsəl üçün tam ki filtr tətbiq eləmiş olduq. Demək, yeganə rejimimiz details görünüş rejimidir ki, burada obyektlərə nə tətbiq eləmək olur? Filtr tətbiq eləmək olur. Və yaxud da biz bunları bayaq buradan da tənzimləyə bilərdik. Demək, hardan idi o? Sort bölməsində burada var idi. Qruplaşdırmaq olardı. Nəyinə görə qruplaşdırırdıq? Ölçüsünə görə qruplaşdıranda da o formaya gəlib çıxırdı sanki. Details görünüş rejimindəki obyektlərimiz nə üzrə seçilir desə, deyəcəm ki, bunlar da sütun üzrə seçilir. Görürsən, mən bir dənə buranı seçirəm, aşağını seçirəm, bu obyektlərimiz sütun üzrə seçilir. Buraya yazıram ki, details rejimində obyektlər sütun üzrə seçilir. İndi arada dediyim məlumatlar var ki, siz onu öz dəftərlərinizə, mən bura yazmasam da öz dəftərlərinizə qeyd edə bilərsiniz. Demək, obyektlərə nə tətbiq eləmək olar? Filtr tətbiq eləmək olar. Yəni, çeşidləmək olar. Nəyinəsə görə. Sonra burada var tiles görünüş rejimi. Tiles görünüş rejimində obyektlərimiz belə ikon formasında görsənir, orta ölçüdə görsənir, yanında xırda məlumatlar olur. Bunu göz yaddaşından yadda saxlamaq lazımdır. Elə suallar verəcəklər sizlərə. Ki, məsəl üçün, bu hansı görünüş rejimidir, bu hansı görünüş rejimidir. Demək dedik ki, listdə ağappaq, list vərəq formasında olur. Qarşısında heç bir məlumat olmur. Detailsdə bütün qarşısında detallı məlumatlar olur. Tilesdə də beləcənə orta ölçüdə ikon formasında görsənir. Orta ölçüdə görsənir. Bəs obyektlərimiz nə üzrə seçilir desə, deyəcəm obyektlərimiz sətr üzrə seçilir. Görürsən, mən birincini seçirəm, gəlib buradan access faylını seçəndə normalda bura qədər seçməli idi, sütun üzrə seçdə. Başdan başlayıb da bura qədər seçməli idi axı. Amma buna bax, bunu vururam. Beləcənə seçir, sətr üzrə seçir, gəlib burada dayanır. Tiles rejimində obyektlər sətr üzrə seçilir. Yazıram burada ki, tiles rejimində obyektlər sətr üzrə seçilir. Yazıram bura, sətr üzrə seçilir. Bunu mütləq yaxşı yadda saxlamaq lazımdır. Bir dənə görünüş rejimimiz var, content adlanan görünüş rejimidir. Yazaq rejimində, gəlin baxaq. Content görünüş rejimimiz var buradan. Content görünüş rejiminə cədvəl görünüş rejimi deyirlər. Görürsünüz, content də C ilə başlayır, cədvəl də C ilə başlayır. Bu obyektlərimizə belə cədvəl formasında baxa bilərik. Cədvəl nəyə deyirəm? Bu xəttləri görürsünüz. Bax, bunlara cədvəl görünüş rejimi deyirlər. Harada cədvəl sözünü görürsən, deyəcək ki,
obyekt haqqında, nə bilim, ölçüsünə, son dəyişiklik tarixinə, bu kimi məlumatlara cədvəl formasında baxmaq hansı rejimdədir? Deyəcəm ki, content rejimindədir. Details ilə content oxşuyur. Görsən, details də bu formada idi. Elə biraz oxşuyur da. Sadəcə contentlə detalsin bir fərqi var ki, contentdə obyektlər cədvəl formasında əks olunur. Cədvəldə bu xəttlərə deyirəm, bu xəttlərə. Ümid edirəm ki, məni başa düşə bilirsiniz, yəni söhbət nədən gedir. Və obyektlərimiz sütun üzrə seçilir. Sütun. Bir dənə sətr üzrə seçilən taizdir. Rejimində obyektlər sütun üzrə yazıram ki, sütun üzrə seçilir. Seçilir, yanılmaz deyirik. Seçilir. Demək, görünüş rejimlərində list, details, tiles, content oldu. List, details, contentlər sütun üzrə seçilir, tiles də sətr üzrə seçilir. Bəs bu seçilmək ölçülərdə necə olur? Gəlin də ona baxaq. 4 dənə görünüş ölçümüz var idi axı. Extra large constda qoyuram buradan, bura kimi seçirəm, görürəm ki, seçimimiz sətr üzrə baş verir. Elə sütun üzrə seçsə, gərək aşağı kimi seçsə, sonra qayıdıb buranı seçərdi, sonra gəlib buranı seçərdi. Ondan sonra gəlirəm large const qoyuram. Bunu seçirəm, shift düyməsini basılı saxlayıram. Bura seçirəm, yenə görürəm ki, sətr üzrə seçilir. Sütun üzrə seçsə yenə deyirəm, gəlib birinci buranı seçərdi, sonra buranı seçərdi, sonra buranı seçərdi. Gəlirəm bunu medium ikonuna qoyuram. Buranı seçirəm, gəlirəm shift düyməsini basılı saxlayıram, görürəm yenə gəlirəm buradan nə üzrə seçilibdi? Sətr üzrə seçilibdi. Təzədən bir dənə gəlirəm buradan small ikonuna qoyuram. Bunu seçirəm, gəlirəm bir dənə bunu vururam, görürəm nə üzrə seçilibdi? Sətr üzrə seçilibdi. Demək, görünüş ölçüləri hamısı nə üzrə seçilir? Sətr üzrə seçilir. Bir cümlədə yazıram ki, bura görünüş ölçüləri, ölçü o şeylərə deyirəm. Large, extra large, onlara görünüş ölçüləri sətr, görünüş ölçülərində, daha doğrusu obyektlər sətr üzrə seçilir. Yazıram bura, sətr üzrə seçilir. Və salam. Bu da görünüş rejimlərindən bağlıdır. Görünüş ölçülərimizdə bildik hansıları idi. Əlavə məlumatlarımızı yenə test işləyəndə zaman-zaman nələrsə danışmış olacağıq. View'dan biraz danışmış olduq. Sonra burada details pane-dən, preview pane-dən danışmaq istəyirəm ki, details pane-dən preview pane bayaq yazdıq ki, ekranın sağ tərəf hissəsində yerləşir, bu tərəf hissədə details görürsüz və ya da preview pane-i vururam, preview görürsüz. Məsəl üçün hər hansı bir obyekt tutam ki, seçdin, mən burada proqram təminatını seçirəm, ona daxil olmadan kənarda onu görsən tərkibinə nə edə bilərəm? Beləcənə baxa bilərəm. Və yaxud da bunun nəyinə baxa bilərəm? Bunun detallı məlumatlarını görə bilərəm proqram bu fayl haqqında. Bunun tipi nədir? Hansı istifadəçiyə məxsusdur? Yaradılma tarixi nə vaxtdır? Son dəyişiklik tarixi nə vaxtdır? Bu kimi məlumatlara baxmaq olar. Details pane-dən preview pane ekranın hər tərəfində yerləşir, sağ tərəfində yerləşir. Ondan sonra burada show bölməsi var. Show bölməsindən kliklədikdə bir dənə əlavə belə bir alt menyu açılır, əlavə bir dənə panel açılır ki, burada nə etmək olar? Buradan naviqasiya panelini aktivləşdirmək və yaxud da passivləşdirmək olur. Biz dedik axı pəncərəmizin bu hissəsi, sol tərəf hissəsi nə adlanır? Naviqasiya paneli adlanır. Naviqasiya paneli. Bunu vururam, naviqasiya panelini bağlayır və yaxud da gəlirəm buradan. Bunu vururam, naviqasiya panelini nə edir? Açır. Biz görsən nələrsə naviqasiya panelinə pinləmişik, sabitləmişik ki, sürətli formada. Daha bir də 5 saat məsəl üçün musiqi qovluğunu tutam ki, axtarmayaq. Ondan sonra demək buradan nə etmək olur? Naviqasiya panelini qəti formada yəni ki, unutmaq olmaz ki, bu əmrimiz nə iş görür. Sonra burada belə bir əmrimiz var, compact view əmri nə iş görür. Bu File Explorer-də yerləşən obyektlərin bu hissədən nətər deyim, naviqasiya panelində yerləşən, yəni bütün File Explorer-də yerləşən qovluqların, obyektlərin sıx görünməsini təmin etmək üçün istifadə olunur. Yəqin ki, buradan hiss eləmək olur da. Bir dənə bu hissəyə baxın. Gəlirəm buradan beləcənə bu hissədən bu əmrimiz üzərinə passivləşdirsəm, burdaşların arasındakı bir fərqi yüngülvari hiss eləmək olacaqdır. Vururam, görürsünüz da, hiss eləmək olur. Bütün obyektlərimiz, qovluqlarımız aralı olur. Gəlirəm buradan təzədən bu əmrimiz üzərinə vururam. Onları daha belə kompaktlaşmış şəkildə göstərir, daha sanki, daha sıx göstərir sanki. Belə deyirlər buna. Ondan sonra burada belə bir əmrimiz var. Item checkbox əmri var ki, bu da obyektlərimizi seçmək üçün seçim qutusunu aktivləşdirir. Necə? Məsəl üçün mən normalda kontrol düyməsini basılı saxlamalıyam ki, informatika və onun əsas anlayışlarını seçim. Ondan sonra gedim kompüter qrafikası adlı bir dənə faylımızı seçim.
Bunu seçirəm, kontrol bası saxlayıram, gəlin bunu seçirəm. Sonra məsəl üçün bunu seçirəm, sonra məsəl üçün bunu seçirəm. Amma burada belə bir əmrimiz var. Bu əmrimiz item checkbox əmri nə iş görür? Seçim qutularını aktivləşdirir. Görürsüz, hamısının başına gedəndə beləcə seçim qutusu görürük. Bunu seçirəm, məsəl üçün bunu seçirəm, sonra gəlib bunu seçirəm. 3 dənəsini seçirəm, nəm silirəm, paylaşıram, nəm adını dəyişirəm, kopyalayıram, kəsirəm və nəsə bir iş görmüş oluram. Daha seçəndən sonra nə edirsənsə elə. Əsas önəmli olan budur ki, bu əmrimiz nə üçün istifadə olunur? Item checkbox əmri seçim qutusunu aktivləşdirmək üçün istifadə olunur. Seçim qutusunu aktivləşdirir. Sonra bunu da deaktiv edirik, gəlirik bura. Sonra burada belə bir əmrimiz var. File name extensions. Zaten extension sözündən məsələni həll etmək olur ki, bu əmr nə iş görür? Faylların tiplərini göstərmək üçün istifadə olunur bizə. Genişlənməsini göstərir. Məsəl üçün Excel 2019.docx isə bu biləcəm ki, Word proqramına aid olan bir dənə fayldır. Bunu gizlədərəm, sadəcə adını görərəm, görsən Excel 2019 görürəm. Və yaxud da gəlirəm buradan bu əmr vasitəsilə bunu nə edirəm? Genişlənməsindən bir yerdə göstərirəm. Genişlənməsindən bir göstərmədik. Niyə? Çünki başqa əmrin üzərinə vurmuşduq. Gəlin qayıdaq gələk bura. Show bölməsindən file name extensionsun üzərinə vururam. Genişlənməsindən bir yerdə göstərir. Sonra ola bilər ki, mümkündür ki, sən tələbəmizə bunu kəssinlər beləcə. Uyğunluq kimi sual versinlər ki, məsəl üçün hansı işi görür, hansı işi görür. Sonra hidden items bölməsindən də nə edə bilərik? Gizli olan obyektlərin göstərib və yaxud da nə edə bilərik? Gizlədə bilərik. Hər hansı bir gizli obyektimiz varsa, onları göstərmək və yaxud da gizlətmək üçün istifadə olunur. İndi burada hər hansı bir obyekti biz gizlətməmişik. Bu view bölməsindən də biraz danışmış olduq. Bax beləcə ya məsəl üçün buranı kəsərlər, uyğunluq kimi sual verərlər, ya da beləcə buranı kəsərlər ki, tutan bunun qabağını kəsəndən sonra nömrələyərlər. 1 2 3 məsəl üçün hansı işi görür, hansı işi görür. Bunu qəti formada unutmaq olmaz. Sonra burada belə bir bölməmiz var. Bu üçbucaqla açılan bölmə. Daha çox əmrlər bölməsindən nə edə bilərik? Undo əmri ilə redo əmrləri zaten sizə tanışdır ki, qaydımız gedirmi? Undo əmri ən sonuncu əməliyyatı ləğv eləmək üçün istifadə olunur. Kombinasiyası Ctrl-Z-dir. Bundan qabaqki videomuzda danışmışam. Redo-dakı ləğv olunmuş əməliyyatı geri qaytarmaq üçün istifadə olunur. Kombinasiyası Ctrl-Y düyməsidir. Sonra pin to quick access əmri var ki, nə isə gətirib bu hissəyə, naviqasiya panelinə pinləmək üçün istifadə olunur. Bura pinləmək üçün istifadə olunur. Pin to quick access. Həmçinin bu qovluğun kontekst menüsündə var idi. Məsəl üçün tam ki, biz buradan nəsə bir qovluq yaradaq. Ctrl-Shift-N düyməsi vasitəsilə bir qovluq yaratdıq. Bunun adını tam qoyduq ki, Hüseyn adlı bir dənə qovluq qoyduq bunun adını. Gəlirəm bu qovluğumuzu seçirəm, bu Hüseyn qovluğunu. Burada pin to quick access əmrinin üzərinə vurmaqla gətirib onu bu hissəyə nə elədim? Görsən, pinlədim, sabitlədim. Və yaxud da üzərinə sağ düyməni vurub bunu buradan unpin from eləyə bilərəm ki, bunu buradan nə edeyim? Unpin eləyim. Sonra buradan nə edə bilərik? Compress to əmri vasitəsilə də bilirsiniz də hər hansı bir arxivə çevirmək olar. Yəni arxivə salmaq olar. Hər hansı bir obyektimizi. Ondan sonra burada add to favorites əmri vasitəsilə nə edə bilərik? Hər hansı bir faylımızı favorilər qovluğuna əkləyə bilərik. Favorilər, sevimlilər qovluğuna sala bilərik bunu. Məsəl üçün libraries qovluğunun üzr istəyirəm. Tutalım ki, user faylda bir dənə daxil olaq bura. Belə bir qovluğumuz var. Favorilər qovluğu. Yəni göstərə biləcəmmi? Tutalım ki, bura gətirib bura sevimlərə yükləyirəm də. Qaleriyamıza zada ürək qoyuruq hər hansı şəkillərimizi. Onun kimi əməliyyatı sanki yerinə yetirmək olur. Ondan sonra başqa olaraq buradan nələr qaldı? Sonra bu hissədən select all əmri var. Select all əmri vasitəsilə bunun hamısı beləcə nə etmək olur? Hamısını seçmək olur. Select none-la heç hansını seçmək olmur. Biz dəqiqə bir dənə hər hansı bir dənə obyekti seçeyim. Bir də burada copy paste əmrimiz qalmışdı ki, copy paste əmri vasitəsilə də faylın yolunu kopyalamaq olur. Bunu faylın kontekst menüsündə danışmışam. Ctrl-Shift-C düyməsi vasitəsilə də faylın yolunu kopyalamaq. Bəzi şeylərə belə üstündən ona görə dedik ki, zaten bunlar danışılmış bir şeylərdir. Bunları siz bilirsiniz inşallah ki. Select all-la hamısını seçirik. Klaviatura kombinasiyası Ctrl-A düyməsidir. Yəni ki, gəlirəm, mən buradan klaviaturamızı aktivləşdirirəm bu hissədən. Bir dənəsini seçirəm, Ctrl-la
A düyməsini basıram, görsən hamısını nə etmiş oluram? Seçirəm. Və yaxud da tutam ki, bunun bu hissəsində select none əmri var. Select none-dan heç hansını nə edirəm? Seçmirəm. Sonra burada deyə bir maraqlı əmrimiz var. Inverse selection əmri. Inverse selection. Bunu bura yazmaq istəyirəm ki, inverse selection əmrimiz nə iş görəcəkdir? Selection. Elə qoy böyük hərflərlə yazılsın. Inverse selection əmri seçilmişləri seçmir, seçilməyənləri seçir. Yəni burada indi deyirəm ki, nə? Yəni ki, inverse selection əmri seçilmişləri seçmir, seçilməyənləri seçir. Yəni məsəl üçün mən informatika və onun əsas anlayışları PDF-ini seçirəm. Proqram təminatı adlı obyektimizi seçirəm, daha doğrusu faylımızı seçirəm. Məsəl üçün Word adlı faylımızı seçirəm. Üçünü seçmişəm, eləmi? Bir dənə də internet şəbəkələrini seçirəm. İndi seçilmişlər görünür də, buradan görürsüz ki, üzəri belə fluent interfeysi kimidir. Yəni belə boz fasondur. Gəlirəm inverse selection əmrini vurmuşam elə. 4 dənəsini seçmişdim, düzdür? Inverse selection əmrini vuracağam, o 4 dənəsini seçməyəcək. Yerdə qalanlarını seçəcək. Bunun üzərinə vururam, görsən, o 4 dənə seçdiyimi seçmədi. Yerdə qalanlarını seçdi. Demək deyəcəm ki, bunun qabağına yazıram ki, inverse selection əmri seçilmişləri seçmir. Seçilməyənləri seçir. Bir cür qoyuram, yazıram ki, seçilməyənləri seçir. Inverse selection seçilmişləri seçmir. Seçilməyənləri seçir. Tom, sən tələbəmizə sual versələr ki, burada 18 items yazılıb da, dedik axı, status barda əks olunur. Hər hansı bir qovluqda 18 dənə obyekt var. 4 dənə obyekt seçildi, məsəl üçün, və ya 5 dənə obyektimiz seçildi. Inverse selection əmrinin yerinə yetirilməsindən sonra neçə dənə obyektimiz qalacaqdır? Desə, nə deyəcəyik? Biz deyirik axı, inverse selection seçdiklərimizi seçməmək üçündür, elə. Mən də 5 dənəsini seçmişəmsə, inverse selection'ı vursam, demək 5 dənəsi seçilməmiş qalacaqdır. Bax, bəzi tələbələrimiz burada çaşmış olacaq. Məsəl üçün, tamam ki, mən 1, 2, 3, 4, 5, 6, 7 dənə obyekt seçmişəm. Inverse selection əmrini vursam, neçə dənəsi seçilməmiş qalar? Onu inşallah rəy bölməmizə yazarsınız. Görək kim düz deyir. Sonra bu hissədən properties bölməsinə baxmaq olar, xüsusiyyətlər bölməsinə baxmaq olar. Kombinasiyası alt enter düyməsi vasitəsindəndir. Siz bilirsiniz ki, properties xüsusiyyətlərinə baxmaq üçün istifadə olunur beləcə faylımızın, obyektimizin. Ondan sonra bu bölmədən də onun ayarlar bölməsinə baxmaq olar. Nəyin? Daha doğrusu File Explorer pəncərəsinin ayarlar bölməsinə baxmaq olar. Folder Options bölməsini aktivləşdirmək olar. Options əmri vasitəsindən elə folder options pəncərəsini aktivləşdirmək olar. Belə bir yadda saxlayırsan ki, folder options pəncərəsi, yəni qovluğun ayarlar bölməsi pəncərəsinin 3 dənə başlıqdan ibarətdir. 3 dənə alt pəncərə başlığı var. General var, view var, bir də search başlığı var. 3 dənə alt başlığı mövcuddur bu hissədə. Demək bu bölmədən open each folder in the same Windows əmri nə iş görür? Bunun biraz ingilis dilini bilməklə, yəni ki, məsələni həll etmək olar. Burada in the same Windows içsə yerləşmiş qovluqları eyni pəncərədə göstərir. Necə? The same onsuz da eyni deməkdir. İçsə yerləşmiş qovluqları eyni pəncərədə və yaxud da necə deyim, cari pəncərədə göstərmək üçün istifadə olunur. Tutalım ki, ox düyməsini vururuq. Mən burada Hüseyn qovluğu var. Hüseyn qovluğunu açıram. Bunun içərisində bir dənə Masterol qovluğu var. Masterol qovluğunu açıram, amma mən neçə dənə qovluq pəncərəsi görürəm? Görürsən, mən bir dənə qovluq pəncərəsi görürəm. İndi birazdan daha yaxşı başa düşəcəyik. Demək, ora bir dənə hissəyə yazırıq ki, elə qısa olaraq bura yazıram ki, the same window açıq içsə yerləşmiş pəncərələri yazıram ki, və yaxud da elə pəncərələri yazıram da, pəncərələri eyni və ya cari pəncərədə göstərir. İçsə yerləşmiş qovluqları, daha doğrusu qovluqları eyni və yaxud da cari pəncərədə göstərir. Gəlin bura qovluqları yazaq, daha düzgün olsun. Yazıram ki, qovluqları eyni və ya cari pəncərədə göstərir. Cari pəncərədə durduğumuz pəncərədə axı pəncərədə göstərir. Yazıram beləcə göstərir. Eyni və yaxud da cari pəncərədə göstərmək üçün istifadə olunur. The same Windows.
Ondan sonra bu hissədə indi daha yaxşı başa düşəcəyik bax indi deyəndə. Burada var Open Windows. Open Windows əmri nə iş görür? Bu hər bir pəncərəni, hər bir qovluğu şəxsi pəncərədə açır və yaxud da yeni bir pəncərədə açmaq da deyə bilərik buna. Məsəl üçün ox düyməsini vururam, gəlirəm tutam ki, bu hissədən Hüseyn qovluğunu açıram. Bunun da içərisindən masterel qovluğunu açıram. Görsən hər qovluq üçün yeni bir dənə açılır, pəncərə açılır. Hüseyn qovluğu üçün bir dənə pəncərə açılıbdır. Təzədən bunun içərisindən masterel qovluğunu açıram. Masterel qovluğu üçün də bir dənə pəncərə açılır. Görsən şəxsi pəncərə açır hər qovluq üçün və ya yeni pəncərə açır. Demək oraya yazıram ki, Open Windows bezmədən buraya yazırıq ki, beləcənə. Open Windows əmri qovluqları şəxsi və yaxud da yeni pəncərədə açır. Qovluqları şəxsi və yaxud da yeni pəncərədə açır. Şəxsi və ya yeni pəncərədə açır. Bax bu 2023-cü ilin qəbul sualı olubdu. Oradan the same əmr sözündən eyni tərcüməsi belə eyni pəncərədə açır idi. Məsələni həll etmək olurdu. Ondan sonra folder options başlığında burada başqa nə etmək olar? Demək dedik ki, açılan qovluqları eyni pəncərədə və yaxud da cari pəncərədə açır. Açılan qovluqları şəxsi və yaxud da yeni pəncərədə açmaq üçün istifadə olunur. Single click əmri vasitəsindən qovluğun üzərinə bir dəfə klikləyəndə qovluğumuz açılır. Double clickdə 2 dəfə klikləməklə açmaq üçün istifadə olunur. Biz normalda bilirik ki, qovluqların üzərinə 2 dəfə klik eləməklə qovluqları nə edirik? Açırıq. Double-larda ora yazmıram. Ondan sonra buradan nə etmək olar? Show recently bölməsindən recently son istifadə olunmuş deməkdir axı. Recent bölməsindən son istifadə olunmuş faillərin siyahısına baxmaq olar. Buraya yazıram ki, recently bölməsindən yazıram ki, son istifadə olunmuş faillərin siyahısına baxmaq olar. Faillərin siyahısına baxmaq olar. Elə bu sözlərlə məsələni həll etmək olar yenə deyirəm. Siz daha yaxşı tərcümə edərsiniz. Buraya yazınız frequently, daha doğrusu show frequently used folder əmri vasitəsindən tez-tez istifadə etdiyimiz qovluqları bizə göstərmək üçün istifadə olunur. Astagfirullah görək. Adam buradan baxaq. Frequently, daha doğrusu belə yazılır. Frequently nə iş görür? Tez-tez istifadə olunmuş obyektləri bizə göstərmək üçün istifadə olunur. Obyektləri göstərir deyəcəyik. Demək, ümumi olaraq buradan da dedik ki, recently son istifadə olunmuş failləri göstərir. Frequently də tez-tez istifadə olunmuş faillərin siyahısına baxmaq üçün istifadə olunur. Sonra buradan view bölməsindən bəzi qovluqlarımızı, gizli fail və qovluqların göstərilməsini və yaxud da gizlədilməsini tənzimləmək olar bu bölmədən. Məsəl üçün buradan tutalım ki, libraries qovluğunu gizlətmək və yaxud da göstərmək olar və yaxud biz bunu tam tapmırsınızsa, libraries qovluğunu tapmırsınızsa, gəlirsiniz buradan show libraries əmrinin üzərinə vurursunuz, onu buradan edirsiniz, göstərirsiniz. Və yaxud da hər hansısa bir qovluqları gizlətmək və ya da göstərmək olar. Buradan bir çox əmrlərimiz mövcuddur. Hətta buradan onların genişlənməsini də gizlədib göstərmək olar. Bununla bağlı zamanla testlərimizdə öyrənəcəyik bir iki dənə fərqli şeylər. Search bölməsindən nə etmək olar? Qovluqda axtarış parametrlərində search bölməsindən tənzimləmək mümkündür. Bunu da beləcənə buradan beləcənə bağladıq. Ondan sonra bu hissədə demək 2 dənə də aşağı hissədə belə bir görünüş rejimləri var. Görünüş rejimləri deyə bilərik buna ki, File Explorer pəncərəsinin görünüş rejimini dəyişmək üçün istifadə olunur. Bu görünüş rejimimizdə fayllar siyahı şəklində göstərilir. Bu formada. Bir obyektlərimizi siyahı şəklində baxa bilərik. Bir də obyektlərimizi ikonlar şəklində bax beləcənə göstərə bilərik. Sanki siyahı şəklində baxmaq üçün istifadə olunan görünüş rejimi və ikonlar şəklində baxmaq üçün istifadə olunan görünüş rejimi bu aşağı hissədə status bar hissəsində yerləşir. Bundan sonra demək olar ki, daha buradan danışma düzdür bir şey qalmadı. PDF-imizin də axır hissəsində Windows əməliyyat sisteminin
versiyalarından, Windows 11 əməliyyat sisteminin, daha doğrusu versiyalarından Windows 11 əməliyyat sistemində yeniliklərdən, texnologiyalarından birisi də siz Windows əməliyyat sisteminin drag and drop, plug and play və OLED kimi texnologiyalar mövcuddur. Bunlardan danışmışam. Oranı biraz öyrənəcəksiniz. Bura qədər danışdığımız hissələrin hamısını öyrənsəz, mütləq ki, imtahanda düşən 2 dənə Windows sualını həll eləmiş olacaqsınız. Sağ olun, salamat qalın. Hər kəsə uğurlar arzu edirəm.